Büzlərin dayana bilmədiyi şeylər. Bu dinli qıçıqardanın zatına nə elədi elə? Məhmədcan deyirəm, Allah'ın olsun, acılığa dözümüm yoxdur bu. Arvad yemək də pişirmim, adını çörək yiyirəm səni. O ki insan belə mənə yalan danışır, gözümün içinə baxa-baxa. Ay Allah, onu cırmaq istəyirəm. Cop yol ver. Ay yol verdik toğlu. Pul yox, para yox. Pul yok, para yok. Cibimde sıçanlar oynayır balam. Ey, deyəsən insanlar havalanmış ha. Boş daşımaz kimi xarab eləməm bayaqdan. Bu ona girdi, bu buna soxdu, bu buna girdi. Başı bir dəqiqə saxla. Kimin nə kimə girdi? Açıqla. Gözləyirəm, tez ol. Allah'ın olsun, ən zəhləm gələn şey xəyanətdir. Xəyanəti bağışlamıram da. Xəyanəti bağışlamaram. Bax, bunu gözlə bu şivablarına. Bunu onda itirərəm də promoyu. Allah'ın olsun. Mən axmaq yerinə qoymuşsan sən, hə? Mən axmaq yerinə qoymuşsan sən. Allah belanı versin, ne olur raş. Ala yalnızam evdə, ey girim tuvalete. Oturum orada iğlənim, TikTok ve Insta'da gəzinim. Çünkü bilmirəm mən neyləyim bumbış. Ala sen ne vicdansız adamsan, yekə oğlan sana. Hayatım var sen kimi vicdansız adam görmədim mən. Pul bassan. Sen ne vicdanlı adamsan he? Qadın alaram etsən, başqa dönərəm. Bilsən qardaşım, mənim karakterimdə belə dəli bir şey var ha. Yəni mənə sərhəd qoya bilməzsən. Mənə deyə bilməzsən ki, bunu eləməm. Məsələn, bana deyirsən ki, bura keçmə ha baba. Al, keçirəm. Sonra danışımlara bu yer səsimi çıxsın et.